Yurdumuzun ən gözəl güşələrindən olan Zəngilan rayonu. Dekabrın 10-da Ermənistan silahlı qüvvələrinin nizami qoşunları dövlət sərhədimizi pozaraq Zəngilan rayonunun ərazisinə təcavüz ediblər. Düşmən tankların və digər zirehli texnikaların köməyi ilə hücuma keçərək rayonun Qazancı, Günqışlaq, Dərəli, Ağkənd, Pirveysli, Yuxarı və Aşağı Göyəli, Canbar, Seyidlər, Şərikan, Şayıflı, Bürünlü kəndlərini zəbt etmişdir. Əvvəlcədən görülmüş tədbirlər nəticəsində dinc əhalinin böyük əksəriyyətini sadalanan kəndlərdən çıxarmaq mümkün oldu. Milli ordumuzun və daxili qoşunların döyüşçüləri kəndləri müdafiə edərək əhalinin təhlükəsiz yerlərə aparılmasına imkan yaradıblar. 28 yaşlı Rüstəmov Adil Əmrahoğlu böyük mərdlik göstərərək Şayıflı kəndinin əhalisinin çox hissəsini tək başına azğın düşməndən xilas edib. Adil xeyli erməni quldurunu məhv edərək son ana qədər vuruşub, düşmənlə əlbəyaxı olub və qəhrəmancasına həlak olub. El igidi Adil Rüstəmovun adı onu xilas etdiyi adamların və bütün xalqımızın xatirəsindən silinməyəcək. Kəndlərə girən erməni quldurları evləri talan edib yandırıblar, mal qaranı aparıblar. Azərbaycan ordusunun döyüşçüləri yerli özünü müdafiə qüvvələri ilə birlikdə əks hücuma keçib, düşməni Şayıflı, Şərikan, Bürünlü və Aşağı Göyəli kəndlərindən vurub çıxarıblar. Azad edilən kəndlərdə erməni cəlladlarının törətdiyi qanlı cinayətləri görən əskərlərimiz dəhşətə gəliblər. Qan içənlər kəndlərdən çıxmağa macal tapmayan qadınlara, qocalara aman verməyib. Qarşılarına çıxan hər kəsi qəddarcasına qətlə yetiriblər. Qoy faktların özü desin. Dinc sakinlərdən şəhid olanlar. Məmmədova Tövfə, Şərikan kəndindən 56 yaşlı. Bıçaqla bədənin hər yerinə zərbələr endiriblər. Şirinov Nüsrət, 54 yaşında, Aşağı Göyəli kəndindən. Bədəninə 20-dən çox güllə vuraraq sonra bıçaqlayıb. Abbasov Vəli, 59 yaşlı. Abbasova Nabat, 56 yaşlı, ər-arvad, güllələniblər. Abbasov Telman, onların 20 yaşlı oğlu, ruhi xəstə, bıçaqlanıb və pədeyimlə əzilib. Ələkbərov Müseyib, 75 yaşında, Şayıflı kəndindən, bıçaqlanıb, sonra meyidi öz tövləsində yandırılıb. İsmailov Həsən Mirağoğlu, 31 yaşlı, ayağından güllə vurub, onu bıçaqlayıblar, sonra ağaca kəndirləyib, barmaqlarını doğrayıb, ətini kəsiblər. Zəngilan torpağını ermənilərdən təmizləyən döyüşçülərimiz düşmənin əlində qalan kəndləri də azad etmək üçün əməliyyatlar aparırlar. Bu əməliyyata Müdafiə Nazirliyi nümayəndələri General-Mayor Rzayev və Podpolkovnik Muxtarov başçılıq edirlər. Kılıçın orada. Qaraçimən. O kənddə, o kənd erməni. Yox, biz ermənilər palı. Boğazı kəndi. Palıdın yanında bax. Erməni kəndidir. Yuxarı gəlir bu yandadır. Adı nədir onun? Kəndin adı nə? Erməni kəndi. Yox, Qaraçimən o. Xeyr, çıxın. Düşmənə bir-birinin ardınca ağır zərbələr endirilir. Ermənistan'da. Şimdi orada. Yerində ola, biz tezdə gözləri səhərə yaxına heç kim yatmıyor. Doğma torpağımıza göz tikənlər törətdikləri cinayətlərə görə cəzalarına çatıblar. Erməni quldurlarının hamısının axırını çox qalmayıb. Bütün erməni cəlladlarını belə aqibət gözləyir. Nə qədər doğma torpağımız düşmən tapdağı altındadır. Nə qədər ki son erməni qulduru məhv edilməyib, biz sakit olmayacağıq.
Ermənilər yenə də öz murdar sifətləri göstərdilər, yenə də bizim sərhədləri pozdular, kəndlərimizi dağıtdılar. Mənə də bizim baxdı, bizim dövlət rəhbərləri ciddi bir rəyə gəlməlidir. Yerli əhali arasında və milli ordunun əsgərləri arasında tələfat çoxdur mu? Var. Bizim üçün çox. Bizim üçün bir nəfər itirsə, o da bizim üçün çox. Təxmini nə qədər olar sizcə şəhid olmuşlar? Şəhid olmuşlarla içkinlər haradasa bir Qubadlı, Zəngilana götürsək, 60 nəfərə yaxın var. İçkin və ölənlər. Girov düşənlər nə qədər? Dəqiq bilinmir. Yox, hələ dəqiq məlum deyil. Bu taktik olmur. Dəqiqləşdirilir olur. Bürünündən o tərəfə yol minalaşdırmışıq. Hə, bəli. Çay boyu bilinə başlamışıq. Cənab General, icazə verin sizə sual verim. Bununla ikinci dəfədir ki, Azərbaycan Respublikasının sərhədləri erməni daşınan qoşunlar tərəfindən pozulur. Siz bir hərbiçi kimi bunu necə qiymətləndirirsiniz? Demək, sərhəd əgər pozulsa, demək bu müharibədir. Onlar müharibə bizə elan eləməsələr də, biz gərək onların qarşısını alaq, dəcə müharibə elan edək. Bizim qüvvəmiz var, biz onu təşkil edə bilərik, ancaq bizə yaxşı kömək lazımdır ki, arxadan. Yəni, cənab general, bu dövlət səviyyəsində təşkil olunmalıdır, məncə. Elədir, bu dövlət səviyyəsində təşkil olunmalıdır. Biz hərbiçiyik və tabirində olan adamıq. Bizə əmirləsə, bunu eləmək olar. Ermənilər tərəfindən tutulmuş kəndləri biz geri qaytara biləcəkmi? Əlbəttə qaytaracağıq. Bu bizim döyüşçülərin indi gördüyünüz kimi sərhədi necə qoruyurlar və necə oturublar sərgiyələrdə. Əlbəttə onları qaytarmağa biz qaytaracağıq. Bugünkü o səciyyəni necə qiymətləndirirsiniz? Bu, deyək açığını, müharibədir. Erməni hökuməti bizə elan eləməyib, amma müharibəni açıq-açığını aparır. Gərək bu məsələ bir dəfəlik həll olunsun. Ya biz həqiqətən müharibədəyik, müharibə elan olunmalıdır. Ki bizim ixtiyarımız olsun sərhəddi pozmağa. Onlar bizim sərhəddimizi pozurlar, bizim ixtiyarımız yoxdur. Ona görə üstünlük onların tərəfindədir. Onunla bir maşın gedirdi, qalxdı dirək, sizin maşındır o. Bizim maşın baxdı da, görmədi. Şayıflı Sahə Xəstəxanasının baş həkimi Salmanov Tariyel deyir. Həmin momentdə bizdə demək yaralı hələ ki tapa bilmirdik. Yaralı hardadır, ölən hardadır, qalan hardadır. Başladıq kəndi çıxartmağa. Kəndin cəmaatını çıxartmağa. Demək, kəndin cəmaatını çıxarda bildik hardasa saat 4-6 arası. Bütün cəmaatı, uşaqları hamısını çıxartdıq, hamısını evakuasiya elədik. Ondan sonra biraz vəziyyət nisbətən sakitləşdi. Bu momentdə bizə dedilər ki, gəli istiqamətindən tank girir, amma tank deyil. Sonra öyrəndi ki, BMP-lər girir. İki dənə BMP, biri qalmış gəldi, biri gəlib girmiş Şahivli. Şahivlinin vazlarının arxasına girmişdi. Orada 4 nəfər qətlə yetirmişdir. Bir nəfər naçaynik demək razvedka idi. 13 nəfər uşağına getmişdi, o ölmüşdü. 2 nəfər könüllülərdəndir, pasportu avtomat götürmüşdülər. Sabir bir dönəm qayını idi. Bir nəfər də xəstə idi, invalid idi, o demək ağıldan biraz algofrenik idi. Bir nəfər də onu öldürmüşdülər. 4 nəfər öldürmüşdülər. Onların meyitlərini saat 9-a çıxartdıq oradan, o 4 nəfərin meyidi. Sonra saat 11-12-də yavaş-yavaş başladı o yuxarıda işlə gəlməyə. Ağkənddən səhər saat 4-də 6 nəfər gəlib çıxa bildi. Yuxarıdakılar yavaş-yavaş gəldilər. Sonra ölənləri, qalanları yavaş-yavaş müəyyənləşdirə bildik. Yaralıları. Mülki adamlardan demək, Bürünlü Gəli kəndində 2 nəfər öldürmüşdülər. Mülki adamları. Bir nəfər də aparıb həmin Gəli kəndinin Bürünlü də öldürmüşdülər. Bürünlü kəndin özündən bir nəfər öldürmüşdülər, bir nəfər yaralamışdılar. Çıxartdıq onu saat 9-dan. Şərikən kəndindən demək, bir qadını bıçağını öldürmüşdülər. Bir dənə yaşlı 75 yaşlı qadını yenə onu bıçağını öldürmüşdülər. Onları hamısını gecə ilə çıxarda bildik. Ermənilərin bu vəhşiliyini nə ad verə bilərsiniz? Bu genosid vəziyyətdir bu, nə demək olur ki, bu vəhşilikdir də. Bundan böyük vəhşilik ola bilməz. Bunlar hamısı, ben sonra onların demək, o meyitləri ki, hansı ki körpünün qırağında qalan meyit, o meyitlərin yanına Seduksen, morfi orada, sonra demək, onların tabletkaları vardı. Naksiron, Eonaksin, onların tabletkalarını tapdım oradan.
Bu tabletkalar onların həmin o meyitlərin bir o yana talanın içində idi. Demək, dağıtmışlar ora. Hamısını, yəni, morfi də vardı. Hələ morfinin çoxundan şey eləməmişlər, ampulalardı, amma şeydir, o tubiklərdə ampulalardı hamısı. Sındırmışlar, kəsim istifadə eləmişlər orada. Demək ki, belə çıxır ki, bunlar hamısını umuşlar, fikirləşib, əvvəlcədən fikirləşib hərəkət ediblər ki, kəndi girib vəhşilik. Girmişlər Şairli kəndinə, Şairli kəndi bir nəfəri demək ki, əvvəlcə ayağından vurublar, sonra bıçaqla bir 20 yerdən deş-deş eləmişlər, meyidi çıxartdı oradan. Bir nəfər qoca kişini, Böyük Vətən müharibəsi 50-də, onlar 80 yaşında qoca kişini öldürüblər, sonra götürüblər, öz tövləsini yandırıb atırlar odun içinə. Odun içində yanır. Belə vəhşilik eləyiblər, çox böyük vəhşilik eləmişlər. Evlər də aldılar, onların 2 meyidinin cibindən bizim pasport çıxdı, bir qadın pasport çıxdı, o birisinin cibindən demək kişi pasport çıxdı, bir o Cəbrayil o günlərin pasportu çıxdı, içində knişkaların, o birisinin cibindən çıxdı, demək Feyruz adında oğlandı, bizə seyitlər dedi, bilmirik, ölüb, qalıb, tutublar aparı, onu biləm, onun pasportu çıxdı, onu evlərinə gelib çıxardılar. O birisi evindən də 20 min pul götürürlər, birinin evindən 18 min pul götürürlər. Belə vəhşiliklər eləyiblər, evlər yandırıblar, heç kimə də aman verməyiblər. Qabağına kim çıxıb onu öldürəcəkdir. Çünki o momentdə onlar kəndə giriblər, o momentdə cəmaat qaçıblar, qabaqlarına sizə yəqin ki, heç kimə, deyim belə, insafı gəlməyəcəkdirlər. Bunlar nə demiyorlar, nə ad vermiyorlar? Böyük vəhşilik, insanlıqdan uzaq bir vəhşilik. Erməni qoşunları saat neçədə hücum elədi kəndə? Saat günorta üstü, saatı bilmirəm. Günorta üstü hücum elədilər. Girdilər evlərə. Ailəmi öldürdülər. Evimi yandırdılar, mallarımı tavlada yandırdılar. Yaxşı çoxlu buğdamı yandırdılar, unumu yandırdılar. Çoxlu yorğan döşəyimi yandırdılar, ot vurdular, hamısını ütdülər. Ailəmi də öldürdülər, atdılar yalava. Oğlumu da vurdular, yaralı qaçdı, özümü də belə elədilər. Ömürləri uzun olsun bu doktorların, bizə çarə elədilər. Ta sizin kimi oğlanları olan, sizin kimi qeyrətli oğlanlar olan ailələri belə eləməz. Düşmana fürsət verməz. O boyunuzda mənim bu heyvərə çürük canım qurban. Qeyrət eləyin, namus eləyin, namusla, qeyrətlə tərpənin. Belə haqq hesab olmaz. Oğlanları, cavan oğlanları öldürdülər, gözlərini çıxartdılar, yandırdılar. Qanın su yerinə axıtdılar. Hayla şey olar. Olar hayla şey, sizin kimi oğlanları olan, hayla bir şey elətdirər, bu ölkənin şayıflığını dağıdar. Gəlini dağıdar, Ağkəndi dağıdar, Tirsatını dağıdar, Cambarı dağıdar, ailələrin bağışlayın, üzdülü eləyirəm, ailəni öldürüb, yorğan zada, palaza bürüyüb, üstdən yenişə maşına sürüyərlər, onlar həylə şey, oğlanlar, qulağınızı açın, eşidin, qeyrət eləyin, namus eləyin, Sovet hökuməti müharibə elədi, mənim ailəm getdi müharibəyə, canın qoydu, belə haqq hesab olmadı, mənim ailəm döşündə medal gəldi. İndi bu saata ona 10 min manat pul verirdilər. İndi onu haqq hesaba başın kəsdilər, atdılar yalavın içinə. Onlar həyləşik. Yezidlər, şümrülər yandırdı bizim ailəmizi. Ta sizə artıq sözüm budur. Nə demək, ya yerim var, nə deməyə danışmağa üzüm var. Erməni daşnaqlarının törətdiyi bu vəhşiliyin qarşısında heç adam söz deməyə dili gəlmir. Mən Azərbaycan zamanlarının hamısını vətəni qorumağa çağırıram. Qoy ayağa dursunlar, vətəni qorumaq lazımdır. Pulla, başqa birinin təmanına ilə vətəni qorumurlar. Vətəni ancaq qurban verməklə qorunur. Erməni daşnaqları azınlaşıblar. Onların qabağını durmaq lazımdır, torpağı qorumaq lazımdır. Buna da qeyrət, ancaq qeyrət lazımdır. Yəni ki, hər bir cavan, hər bir Azərbaycanlı balası, damarlarında qan axan Azər Türkü bu şiirləri görəndə
O yeri sakit oturmasın. Sakit. Vətən dardadır, düzdürmü? Bəli, vətən dardadır, düşmənimiz tülküdür. Çox hiyləgər tülküdür. Düşmənimiz hiyləgərdir. Sayıca az olsalar da, hələ ki üstünlük onların tərəfindən də ona görə texnikaları çoxdur. Havadarları çoxdur dünyada. Ancaq bizim də öz qanımız, qeyrətimiz var. Biz öz qanımızla bu torpağı qorumalıyıq. Borcumuzdur da. Mən hamını, bütün Azərbaycan cavanlarını, əyri yollara əl atanları hamısını dəvət edirəm, gəlin, vətəni qoruyaq. Bu dəhşətləri görən adam heç bir vaxt evdə isti yorğan döşək arasında qalmamalıdır. Biz öz qanımızı almalıyıq, öz torpaqlarımızı göz bəbəyimiz kimi qorumalıyıq. Dəvət edirəm, qoy hamı gəlsin. Məni eşidənlər, məni tanıyanlar, o cəbhə boyu hər yerdə vəziyyət belədir. Qoy bizə kömək eləsinlər. Sözüm başqa, sözüm mənim yoxdur. Bir də cəbhədə vuruşan cavanlarımıza hamısına can sağlığı, əmin amanlıq arzulayıram ki, qoy onlar bir də evlərinə qayıtsınlar, uşaqlarının üstündən.